İçki içilən süfrədə içki içmirəmsə, otura bilərəmmi? Xeyr. Bizim dinimizdə haram məclisdə, haram istifadə olunan süfrədə əyləşmək qadağandır, haramdır, günahdır. Allah Teala Qur'an-ı Kərimin Nisa surəsinin 140-cı ayəsində belə buyurur. Əgər Allah Teala'nın ayələrini küfr edildiyini və istehza, məsxərə edildiyini görsəniz, onlarla əyləşməyin. O qədər ki, sözü dəyişsinlər. Əgər məclisi dəyişə bilərsənsə, haramı süfrədən götürdürə bilərsənsə, içkini süfrədən kənarlaşdıra bilərsənsə, gedib orada əyləş. Orada içənləri içkidən çəkindirə bilərsənsə, ged əyləş. Amma əks halda Qur'an-ı Kərimə əsasən Allahın ayələri, Allah Teala bu ki, şərab olmaz. Orada tapdalanırsa, şərab ayəsi sanki orada tapdalanır. Allahın haram buyurduğu orada tapdalanır. İçməsən belə o məclisdə əyləşməyin düzgün hesab olunmur. Hətta bəzi alimlər buyururlar ki, o məclisdə əyləşmək, əgər insan o məclisin üzvü hesab olunarsa, orada əyləşənlərin biri hesab olunarsa, orada əyləşmək də haramdır, o süfrədə yemək də haramdır. Mən öz vəzifəmdə borcumu yerinə yetirib bunu sizə çatdırıram. Kimlərsə mənim bu sözümdən narahat olmasınlar.